Təbii ki, vampirə çevrilməmişdən qabaq vampirlə əhm-böhüm eləsən, bunun əhm-böhümlü nəticələri olacaq. Elə də olur, Bella hamilə qalır, 3-5 günə qarnı böyüyür və Bella arıqlayıb çöpə dönür. Plus da ölmə təhlükəsi var. Ayağın da deyir ki, yox, uşaq dünyaya gəlməlidir. Nəsə də gözləyirlər, uşaq dünyaya gəlir, Bellanı əmcikləyib vampirə çevirirlər, Bella ölmür. Bu uşaqda qurd adam Yaqubla imprint də nədir, ondan olur möhürlənir. Yəni uşaq böyüyəndən sonra atası bir qızı məcbur Yaquba verməlidirlər. Nəysə, hamı xoşbəxtdir də, kino qutarsın dayı AMK deyirdi ki, təzədən bir dənə də kino çəkirlər. Neçə bölümdür qurtluq eləyib özünü quzu balası kimi aparan Bella vampirə çevrilən kimi götü şişir. Başlayır Yaqubu təpikləməyə. Amma eşidəndə ki, böyük vampir konseyi Bellanın qələmini qırıb uşağı da Bellanı da öldürmək istəyirlər, təzədən Yaqubu yanına çağırır. Çünki Yaqub və onun həmqurtlarının dəstəyinə ehtiyacı var. Bir tərəfdən də Edward qohum-əqrabalarını yığır. Vopşin vampir ailəsi ilə Qurtlar Vadisi ailəsi yenidən bir araya gəlib konseyin vampirləri ilə savaşmaq planları qururlar.